Deməli, iki növ reklam var. Bizdə Instagram üzərindən, proqram üzərindən verilən reklam. Bir də var ki, Facebook kabineti ilə Instagrama verilən reklam. Bunların ikisinin arasında fərq var və mən həmin fərqləri sizə deyə bilməyim üçün birinci növbədə sizə Instagram üzərindən verilən reklamı göstərəcəm. Mən deyə-deyə fərqləri də izah eləyəcəm sizə. Misal üçün deyək ki, hər hansı bir postu reklama çıxardanda aşağısına yazılır göndəriyi önə çıxar və ya Reels videosu yazılır Reels-i önə çıxar. Bunun üçün biz nə edirik? Göndəriyi önə çıxarıb basırıq. Öncəliklə deyim ki, baxın, keçən dəfə də deyəsən vurğuladım. Bu reklamlar daha hər kəs tərəfindən daha asandır deyə verilməsi. Ona görə bu reklamlar hər kəs tərəfindən verilə bilir. Amma ki, meta reklamlar müəyyən kabinet yığılmalıdır, ondan sonra verilsin. Bir tutaq ki, bu. Göndəriyi önə çıxarıb basırıq. İndi burada bizim qarşımıza 3 dənə çeşid açılır. Profilini ziyarət etmələri, yəni sənin reklam məqsədin nədir? Deyir ki, istəyirsən ki, profilini ziyarət eləsin insanlar və yaxud da ki, internet saytın varsa, internet saytını ziyarət eləsin. Misal üçün siz Trendyol və Temunun reklamını görürsünüz Instagramda. Üstünə tıklayan kimi gedirsiniz həmin sayta. Daha sonra sana mesaj göndərmələri. Biz əsasən belə deyim də, insanlar satış xarakterli paylaşım istəyiriksə, reklam istəyiriksə, mesaj göndərməni seçirik. İndi sual verə bilərsiniz ki, bəs bu hardan bilinir ki, bu insan mənə mesaj göndərmək istəyir və yaxud da ki, profilimi ziyarət eləmək istəyir? Hamısı alqoritma ilə bağlıdır. Misal üçün mən hal-hazırda SMM sahəsindən sadəcə maraqlanıram. Sadəcə girirəm, səhifələrə baxıram və yaxud da ki, heç birinə DM yazmıram. Sadəcə girirəm, səhifələrin profillərini ziyarət edirəm. Avtomatik kimsə profil ziyarəti reklamı verəndə mənim tipli insanların qarşısına çıxır. Və yaxud da ki, direkt mənə bu lazımdır. Həmən girirəm mesajlara, DM-lərə mesaj atıram. Avtomatik siz mesajlaşma verəndə artıq mesaj yazan insanların qarşısına çıxır. Yəni bu şəkildə alqoritma bunu bilir. Daha sonra kaydeti buradan basırıq. İndi irəlini basırıq. Buradan hədəf kütlə seçməliyik. Biz buradan sıfırdan özümüz də hədəf kütlə yarada bilərik və yaxud da ki, burada deyir önərilən hədəf kütlə avtomatik. Ümumiyyətlə biz istər meta reklamda, istər burada hər ikisində biz heç vaxt avtomatik reklamı seçmirik. Həmişə özümüz yığacağıq, yəni manual şəkildə. Ona görə burada yazırıq kəndin oluşdur. Hədəf kütləmizə bir ad veririk. Bunu heç kəs görmür, sadəcə siz görürsünüz. Elə bir papkaya ad verirsiniz fərqləndirmək məqsədi ilə. Misal üçün adını yazırıq SMM reklamı. İndi konumlar bölməsi. Meta reklamla bu Instagram reklamının birinci fərqi. Baxın, Instagram üzərindən verilən reklamda, misal kimi Baku yazıram, çıxır. Sonra deyək ki, Sumqayıt yazıram, çıxır. Amma ki, mən tutaq ki, yazsam Nizami metrosu, görürsünüz, heç nə çıxmır. Və yaxud da ki, hansısa bir küçənin adını yazsam, yenə çıxmayacaq. Çünki burada konumlar detallı hədəfləmir. Amma bizim birazdan keçəcəyimiz meta reklamda biz orada istənilən küçənin, istənilən ərazisinə reklam verə bilərik. İstəyir metro ərazisi olsun, istəyir hər hansı bir küçə ərazisi olsun. Misal üçün bu nə üçün yaxşıdır? Deyək ki, siz lokal olaraq fəaliyyət göstərirsiniz. Ola bilər salonunuz var və yaxud da ki, deyək ki, uşaq bağçasıdır. Uşaq bağçanız yerləşir Xırdalanda. Siz ümumi ərazi üzrə, yəni Bakı ərazisi üzrə reklam verməyiniz mənasızdır. Həm sizə boşuna pul xərcləyəcək o boyda Bakı ərazisinə reklam verdiyinizə görə. Ondansa Xırdalanın ətrafı əraziləri reklam verməyimiz daha yaxşıdır. O zaman biz küçənin ərazilərini seçə bilirik konumda. Və fikirləşmək lazımdır ki, tutaq ki, ümumi Bakı ərazisinə verəndə gedir Həzəslanova da çıxır reklam. Həzəslanovdan kimsə övladını gətirib Xırdalana bağçaya qoymayacaq. Ona görə də həm sizin hədəf kütləniz yanlış olur, həm də ki, sizə daha çox pul xərcləyir. Ondansa o pulun yerinə öz lokal ərazinizə reklam verməyiniz daha uyğundur. Burada indi hələ ki Bakını yazırıq. Daha sonra bitdini bastıq. İndi düşürük aşağı. Hədəf kütlə önəriləri. Baxın, aşağıda yazılıb. Bunu seçirik, yəni hədəf kütlə seçmək. Buradan yaş və cinsiyyət bölməsinə gəlirik. Yaş aralığını təyin edə bilərik. Misal üçün 22-dən istədiyiniz yaş aralığını 45-ə qədər, 44-ə qədər, 50-yə qədər. Bəzən insanlar belə 65 plus buraxırlar. Bu da yanlışdır. Çünki 65 plus çox gedir çıxır. Yəni sizin sahənizdə maksimum hansı yaş aralığında insan maraqlanırsa, o yaş aralığını seçməlisiniz. Bütün bunlar sizin ödənişlərinizə təsir edir. Misal üçün 5 dollar reklama pul qoymusunuz. Bu 5 dollar bir var ki, 45 yaşa qədər insanların qarşısına çıxarsın. Bir də var ki, 65 plus. O hər insanın qarşısına çıxartmağa görə müəyyən ücrət xərcləyir. Ona görə ödənişimiz daha yaxşı şəkildə xərclənsin deyə, ona görə yaşla məhdudlaşdırmalıyıq bunu. Daha sonra cinsiyyət məsələsi, erkək və ya qadın. Ümumiyyətlə,
reklamlarda istənilən reklamda fərqi yoxdur. Nəyin reklamını verirsiniz verin, heç vaxt cinsiyyət ayrımı etməyəcəksiniz. Misal üçün, siz fikirləşə bilərsiniz ki, mənim reklam elədiyim sahə sırf qadınlara məxsus sahədir. Yəni onları o zaman erkəkləri bağlayım. Bax bu da yanlış bir şeydir. Ən azından bizim ölkə üçün yanlışdır. Nəyə görə? Çünki bəzi xanımlar öz həyat yoldaşlarının adı ilə Instagrama girirlər. Bəziləri öz oğlan övladlarının adı ilə Instagrama girirlər. Ad baxırsan ki, kişi adıdır, amma səhifəni idarə edir qadın. Və həmin qadın da həmin səhifə ilə tutaq ki, qadın geyimlərinə baxır və qadına lazım olan, misal üçün, məhsullara baxır. Avtomatik siz burada erkəyi çıxsaz, o zaman həmin qadının idarə etdiyi səhifə kişi adı ilə olduğuna görə bu səhifənin qarşısına çıxartmayacaq. Halbuki həmin qadın da maraqlanırdı həmin məhsullarla. O zaman siz potensial müştəri itirmiş olacaqsınız. Ona görə də hər zaman nə verməyinizdən asılı olmayaraq cinsiyyəti ayırmırsınız, həm erkək, həm də qadın olaraq qalır. Bitdi. Bura kimi aydındır?